3 sotlu həyətyan ərazisi. 2-3 maşın rahat girir. Bakı, hidrofon, hər şey var. 4 otaqlı, şəxsi tikili evdir, paket damla. Qiymət 48.000. Qaz işığı var, suyu da quyu suyudur. Bax, birbaşa da varat açılır, həyətə maşın girir. Bax, şebenli məhlədir, gördüyünüz kimi. Həyətyan ərazidə şebenlənibdir. Burada bax kimi saxlanılıbdır. Bax, hidrofon bir daha qeyd edirəm var. Yerdən də 5 daş kürsülüdür. Evin daxili də təmirlidir. Bax, girdim bura dəhlizsə kimidir. Yerin stipol eləsən, ağartsan divarları idealdır. Yəni burada koridor kimi buraxmaq olar. Qonaq otağımızdır. Bax, girişdə bura qonaq otağı. Görsən, girdim belə qonaq otağı. Sağda mətbəximiz. Qoşa daşına tikilmiş evdir. Sağda bir otaq. Şəbəkə pəncərədir, plastik pəncərə. Bu da digər otağımız. İstəyən oda buranda qonaq otağı ilə bilər. Sadəcə bir dənə pəncərə, taxta pəncərədir. Onu dəyişib plastik qoymaq lazım. TV stent də alınıbdır. TV stent də yığılacaq. Yəni televizorsunda yer təyin olunubdur. Bir dənə də burada yataq otağımız var. Dostlar, satış qiyməti 48.000-dir. Qaz işıq var, su quyusuydu. Real müştəriyə təbii ki, endirimdə olacaq. Gelirsən, baş hissədə də sanitar qovşağımızdır. Baxın. Təmirəsən təbii. Və buradan da adeni evi boş yer kimi qalıbdır. Bir yarım sota yaxın yerdir. Yəni burada bu evə məxsusdur. Plus da buradan birbaşa da çölə çıxış var. Yəni məhlənin digər məhləyə və buradan çıxış var. Yəni buranın söyük birbaşa məhləyə çıxışı var. 48.000. Binə qəsəbəsi Ülvi yolunda 200 nömrəli avtobusun yolundan cəmi 50-60 metr aralı. Asfaltdan 50-60 metr aralı.